Arzu Nağıyev, Trabzon Ali Babayev, Natiq müəllim, Vüsal müəllim, Əlifşad müəllim, Elçi müəllim, siz kollektivi eşq olsun deyək, həmişə qazi ailələrinin yanında olan icra başçı, sizlərə eşq olsun deyək. Allah sizi var eləsin. Elimiz olmamız sizlərlə güvənlər. Qoy elimizdə olmamızı həmişə başda olasanız, uca olasanız. Allah hər birinizə can sağlığı versin deyək, sizlərin hər birisini o gözəl kollektivi musiqili meydana dəvət edirəm. Hoş gördük hər birinizi. Əziz bacılar və qardaşlar, bugün çox gözəl bir münasibəti ilə hər birimiz bura toplaşmışıq. Çox sevindiricidir ki, bizim qəhrəman övladımız Hüseynin adını daşıyan bizim ailəmizə, Arzuman kişinin ailəsinə gözəl bir bala qismət oldu. Və biz bugün xoş gün münasibəti ilə hər birimiz Arzuman kişinin şad gününü onunla bölüşmək üçün bura toplaşmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənimizin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından qəhrəmancasına keçərək şəhidlik zirvəsinə uzanmış əziz qardaşlarımızın adını bax bizim bugün toplaşdığımız məclisdə Balaca Hüseynin timsalında bütün gənclərimiz daim yaşadacaqdır. Arzu edirəm ki, bizim şəhid qəhrəmanımızın ürəyində olan bütün arzular balaca körpəmizin balaca ürəyində döyülsün və Balaca Hüseynimiz öz adını daşıdığı qayısını, amanlığını, fədakarlığını bütün həyatını yaşattı. Mən əminəm ki, Balaca Hüseynin atdığı hər bir addım, əldə etdiyi hər bir uğur bizim Hüseynimizin, şəhidimizin və bütün şəhidlərimizin qəlbinin nur içində yatması üçün ən böyük nailiyyət və uğur olacaqdır. Bütün şəhid ailələrimizi, burada iştirak edən qardaş bacılarımızı bir daha bu gözəl gün münasibəti ilə təbrik edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə, doğmalarına səbir, can sağlığı diləyirəm. Qoy Balaca Hüseynimiz Arzuman sağlıq üçün, xoşbəxtlik üçün və bizim millətimiz üçün, dövlətimiz üçün dəyərli övlad olsun. Təşəkkür edirəm. Sağ olun. Buyurun Arzuman. Mən də təşəkkür edirəm bu məclisə dəvət olunduğuma görə. Arzuman ki, gözün aydın olsun. Dayısının adına layiq bir qəhrəman olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Torpaqları nurdan dolsun. Bugünkü bu xoş günlər, bugünkü bu məclislər məhz onların ruhu hesabına, onların şəhadəti hesabına başa gələn günlərdir. Bir daha mən də təbrik edirəm. Cənab Başçının dediyini bir daha mən də təkrarlayıram ki, bugünkü gün Ali Baş Komandan İlham Əliyevin, eyni zamanda şəhadəti şərəf sayan Azərbaycan valideyinin və şərəfli, şərəşadətli Azərbaycan ordusunun vəhdəti hesabınadır. Gözünüz aydın olsun, bir daha sizi təbrik edirəm. Mən də təbriklərə qoşmuram. Cənab Başçı, Arzuman mən də təbriklərə qoşmuram. İnşallah kiçik oyuncular görəcəksiniz. Çox sağ olun, təşəkkür. Həmişə hörmətli olasanız, uca olasanız.